Salam, podkastımın ikinci bölümünə xoş gəlmisiniz. Bugün çox mənim üçün vacib olan və son zamanlarda üzləşdiyim və fərqinə vardığım bir mövzu haqqında danışmaq istəyirəm. Deməli, bu rədd edilməklə bağlıdır. Mən düşünürəm ki, belə yəni asan gələ bilər deyiləm də ki, okey, ola bilər də rədd olunub kimlərsə bu münasibətlərdə ola bilər, işdə ola bilər, universitetdə, məktəbdə ola bilər. Sadəcə mənim buna bağlı bəzi fərqinə vardığım məsələlər var idi. Bunu paylaşmaq istəyirdim. Əvvəlki bölümdə də qeyd etdiyim kimi, mən son bir ildə öz işimlə bağlı çox sorğulamalar keçirdim. Neçə ildir mənə uyğun düşündüyüm peşənin, işin, şirkətin doğrudan da mənə uyğun olmadığını düşünməyə başladım. Artıq mənə bunu bədənim deməyə başladığı anda. O vaxtdan da hər bir məntiqli insan elədiyi kimi və mən buna qarşıyam ki, bir yerdə dayanıb oradan şikayət eləmək. Ona görə də düşündüm ki, okey, işimi bəyənmirəmsə dəyişməliyəm. Bununla bağlı çox bir şirkətlərə müraciət elədim və nəzərə alsaq ki, mənim hal-hazırda çalışdığım şirkətin də reputasiyası çox yaxşıdır. Doğrudan da Azərbaycan standartlarında çox yaxşı bir təhsil də almışam. İngilis dilini də mükəmməl bilirəm, rus dilini də var. Yəni texnologiya ilə də aram yaxşıdır və öz peşəmdə doğrudan da necə deyirlər, həm soft skills, həm texniki bacarıqlar tərəfindən özümü inkişaf etmiş bir insan olaraq çox əmin idim ki, mən yaxşı bir təhsilim var, yaxşı bir iş təcrübəm var. Mən hara CV göndərsəm, mənə o dəqiqə ən yüksək maaşı təklif eləyib və çağıracaqlar ki, gəl bizlə işlə. Hətta gözləyirdim ki, mənə belə təkliflər gəlsin. Amma ki, və bəzən də olurdu ki, mənə təkliflər gəlirdi. Artıq onları dəyərləndirmə qərarını aldım. Artıq görüşmələrə getdikdə, danışdıqda, okey, bir dəfə necəsə alınmadı, ya mən tərəfdən bir imtina verildi, ya onlar tərəfdən bir şirkət, iki şirkət və mənim bu iş axtarışım, intervyulara getməyim, görüşlərdən cavab gözləmək prosesim artıq demək olar ki, bir ilə gəlib çıxır və bir neçə gün bundan əvvəl ən son müraciət etdiyim iş yerlərinə də doğrudan da son mərhələyə gəlib artıq iş təklifi aldığım mərhələdə birindən mən imtina etməli olduğum, şirkətləri uyğunlaşdırmadığımız üçün və birindən də imtina aldığım bir dövrdə artıq başa düşdüm ki, imtina alacaq limitimi keçirəm. Çünki okey, çox güclü olmağa çalışa bilərik. Belki okey, normaldır. Bu alınmaz, xeyirlisi inşallah ki, o birisi alınar. Amma ki, artıq çox uzun bir müddət bir şeylərin alınmadığını görəndə insan ilk öncə öz dəyərini sorğulayır. Bundan da bəlkə mən düşündüyüm qədər yaxşı deyiləm. Necə ki, məktəbdə, universitetdə hər zaman ən yaxşı qiymətləri alan bir insan bir testdən aşağı qiymət aldıqda özündən bir üzləşmə yaşayır. Ki, okey, mənə deyirlər ağıllıyam, mənə deyirlər savatlıyam, bəs nə oldu? Bəlkə deyiləm. Ola bilər ki, 100 nəfər də sizə çox yaxşı olduğunuzu deyə bilər, amma bir nəfər gəlib bunu sorğulayanda insanın ağlına bir şübhə düşür ki, bəlkə mən o qədər də yaxşı deyiləm. Bəlkə də mənə deyilənlər sadəcə məni incitməmək üçün deyilmiş sözlər idi. Nəzərə alsaq ki, mən hər zaman təhsil həyatımda ən yaxşı qiymətləri almışam, təqaüd oxumuşam və doğrudan da seçilmişəm. Mənim üçün həyatımda ilk dəfə belə bir məsələ ilə üzləşmək ki, mən nəyisə dəyişmək istəyirəm. Mən başqa bir iş istəyirəm, amma ki, bunu tapa bilmirəm. Mənim üçün əslində, necə deyirlər, öz güvənimə biraz sarsıdıcı bir zərbə idi ki, okey, qəbul olunmuram. Ola bilər ki, bir şirkətdə problem var, ikinci də var, üçüncü də var. Bəs necə olur ki, mən ümumiyyətlə mənə uyğun olan və yaxud mənim istədiyim şirkətlərdə, pozisiyalarda necə olur ki, onlar məni bəyənmir? Necə ola bilər ki, mən 2 il çalışım, oxuyum, amma ki, yetərincə yaxşı olmamaq biraz doğrudan da ağır gəlirmiş. Və bununla bağlı da belə bir an oldu ki, mən artıq ətrafımdakılara, yaxınlarıma deyəndə ki, okey, bu işi də alınmadı. Onlar hər zaman mənə dəstəkləyirlər ki, xeyirlisi, bəlkə bir daha yaxşı çıxacaq qarşına. Daha yaxşılıq çıxacaq. Bəlkə də mən düzgün yerlərdə axtarmıram.
Amma ki, deyirəm belə bir çox, necə deyərlər, emosional olaraq çətin bir ana gəldim ki, dayandım, öz-özümə düşündüm və artıq dedim ki, yox, mən heç yerə müraciət etməyəcəm bir müddət. Çünki rədd edilməkdən yorulmuşam. Doğrudan da fərqinə vardım ki, eee, bir cavabı belə daha artıq almağa özümü hazır hiss eləmirəm. Yox, yəni öz üzərimdə çalışsam da, nə qədər özümü psixoloji olaraq gücləndirməyə çalışsam da, görəndə ki, bu qədər rədd cavabı mənim eqoma, mənim özgüvənimə, mənim həyatı sorğulamağıma, yaşlı insanlar əslində ki, hər zaman da insanlara müraciət olaraq deyilir ki, sorğulayın həyatınızı, özünüzü sorğulayın, ətrafınızı sorğulayın. Amma ki, PL-dən sonra artıq insanın doğrudan da hər şeyi sorğulayanda belə gücü qalmır. Ona görə mən də artıq bu çox uzun bir müddətin sonunda qərar verdim ki, özümə bu qədər yükləməyəcəm. Özümə artıq sadəcə düşünəndə ki, məsələn, mən özüm üçün çalışmışam, dəyişməyə çalışmışam. Amma ki, bu qədər sorğulayıb özümü yormaq da əslində yaxşı deyil. Və qərar verdim ki, sadəcə hər şeyi axışına buraxım. Bəlkə də mənim indiki iş yerimdə almalı olduğum bəzi dərslər var. Bəlkə mənim görmədiyim bir şeylər var və biz hər zaman hərəkətdə olanda görməli olduğumuz şeyləri bəzən görmürük. Ona görə də bu çox dəyişik bir, necə deyərlər, perioduna girdiyimi düşünürəm və hər bir insanın da məncə bir pauza verməli olduğu, heç nə eləməməli olduğu və hal-hazırda da bir Azərbaycanda iş günləri olmadığının və bu periodda özümə vaxt ayıra bildiyimi də bir işarə olaraq qəbul elədim və qərara gəldim ki, artıq heç nə eləməyəcəm bununla bağlı. Bəlkə də bir şey haqqında çox düşünəndə o şey haqqında olan gerçəkləri görmürük. Bəlkə də bir şey haqqında çox düşünəndə biz düşündüyümüzü düşünürük. Amma ki, əslində o əsl görməli olduğumuz, əsl haqqında bir yürütməli olduğumuz məsələləri gözdən qaçırdırıq. Və belə bir şey var ki, insan bir məsələdən qaçmaq istəyəndə daha çox ona vurğulayır, daha çox onun üstünə gedir, daha çox onunla bağlı danışmağa başlayır və mən qərar verdim ki, sadəcə bu məsələni axışına buraxmalıyım. Çətindir, çox çətindir mənim üçün. Hələ də bir gün olub bu qərarı verdiyimdən bəri, amma ki, yenə də düşünmədim desəm yalan olar. Sadəcə düşünürəm ki, də burada çox düşünməyi də istifadə elədim düzü. Sadəcə məncə və hər bir insanın da ola bilər, işlə bağlı olsun, ailə həyatı ilə bağlı olsun, dostları ilə bağlı olsun, sağlamlığı ilə, nə ilə bağlı olursa olsun, əgər bir şey haqqında çox düşünüb, o şeylər doğrudan belə obsessively üstünə gediriksə, onu bu dəqiqə, bu an həll olunmalı kimi düşünürüksə, demək ki, əslində həyatın bizdən istədiyi, həyatın bizdən davranmağımızı istədiyi yol o deyil. Nəyisə səhv edirik, amma nəyi səhv etdiyimizi görmək üçün də bir dayanmağa, bir müddət bəlkə başqa şeylərə fokuslanmağa və daha sonra yenidən yeni bir nəfəslə o mövzuya qayıtmağın hamı üçün daha uğurlu olduğunu düşünürəm. Hamıya da tövsiyə edirəm ki, doğrudan da tamamilə başqa bir həyatınızda bir məsələlər olsun. Məsələn, mənim hal-hazırda işlə bağlı narahatçılığım olsa da, yeni bir hobim var həyatımda, tenis ki, artıq 3 aya yaxındır məşğul oluram. Mənim üçün həyatımdakı ən xoşbəxt anlardan biridir ki, mən həmin hansısa gün tenisə gedəcəm. Heç vaxt idmanı sevməmişəm, fitness və yaxud qaçmaq, kardio heç birini sevmirəm, indi də sevmirəm ki, o bağlı yerə gedib idman eləmək mənim üçün çox çətin idi. Amma ki, həyatıma tenis girəndən bəri doğrudan da 1 saat, 2 saat məşğul olmaq mənim üçün həftə içində gözlədiyim, saatlar saydığım çox dəyərli bir vaxtdır. Fikirləşirəm ki, indi də okey, işimdən narazı olacağam, 8 saat işləyəm, işdən sonra tenisim var. O məni artıq həyatda motivasiya eləyən məsələlərdən biridir. Kitablarım,
kitab almaq qədər məni bu həyatdan xoşbəxt edən bəlkə də başqa bir alış-veriş yoxdur. Və düşünəndə ki, okey, işimi sevməyə bilərəm, amma ki, bu iş mənə çox minnətdaram ki, mənə maddi resursla təmin edir, mənə yaxşı ətrafımda söhbət eləyə biləcəyim, ən azından nahar vaxtımı yaxşı keçirəcəyim insanlarla təmin edir və buna görə də çox minnətdaram. Və fikirləşəndə ki, okey, işin özünü sevməyə bilərəm, amma ki, mən o işin mənə verdiyi maddi azadlıqla istədiyim kitabları almağı, istədiyim idman növü ilə məşğul olmağı, istədiyim yerlərə getməyə mənə icazə verirsə, bununla da bağlı həyatımda xoşbəxt ola biləcəyim və özümü təsəlli edəməzdim və daha çox özümü yaxşı hiss eləyə biləcəyim anlar yaratmağa icazə verir. Çünki həyatda heç nə 100% deyil. Həyatda heç vaxt 100% bədbəxt və ya xoşbəxt ola bilmərik. O zaman həyatımızın bir hissəsi yaxşı getmədiyi anda başqa bir hissəsinə fokuslanmaq da düşünürəm yaxşı bir praktikadır və neqativlərə fokuslanmaqdan, onların üstünə gedib, bu niyə belədir, bu niyə düzəlmir, bu nə vaxt düzələcək, bu sualları verməkdənsə daha çox pozitivlərə yönəlib, onlardan nə zövq aldığımızı, adi bu podkastı yenicə başlamışam və bunu eləmək belə bəzən mənə zövq verir və doğrudan da həyatla bağlı ümidlərimi artırır ki, yeni bir mənim üçün maraq dairəsidir, bilmirəm. Növbəti ildə çox yaxşı da bir vəziyyətə gələ bilər. Başa da düşə bilərəm ki, bu mənim üçün deyilmiş, bəlkə də başqa bir iş tapacağam özümə bununla bağlı. Amma ki, bu anda fokuslansaq, mənə zövq verdiyi üçün minnətdaram. Bu podkastı dinləyənlərə də minnətdaram ki, məni dəyərli vaxtınızı ayırıb mənim fikirlərimi dinləməyi düşünürsüz, dinləyirsiniz. Artıq buna gəldiyimizi nəzərə alsaq, bu qədər mənə vaxt ayırmısınız. Ona görə təşəkkür edirəm. Hər birinizə də ümid edirəm ki, həyatınızda doğrudan da dəqiqələri sayacağınız insanlar, bir məşğuliyyətlər, bir işlər və nəsə olsun ki, doğrudan da dörd gözlə o anları gözləyəsiniz. Bu, yəni, bir kofe içmək qədər sadə də ola bilər. Çox böyük bir məqsədə yönəlik bir iş sahəsi də ola bilər. Fərqi yoxdur. Sadəcə siz hansı anlarda ki, artıq vaxt itirirsiniz, doğrudan da xoşbəxtsiniz və həmin anda içinizdə doğrudan da belə bir hüzur, xoşbəxtlik yayılırsa, ümid edirəm ki, həyatınızda o anlardan çox-çox bol olar və bu anları yaratmaq təbii ki, sizin öz əlinizdədir. Çox təşəkkür edirəm, öpürəm hər birinizi. Ümid edirəm ki, növbəti bölümlərdə sizlə görüşəcəyik.